Allah Teala dururken bir kimse gidecek, ister bir peygamber olsun, ister bir veli olsun, onun kabrine ondan bir şey isteyecek. Bu şirk midir? Eğer o doktora gidip de doktor beni iyileştir diyen insan iyileştirme kudretinin doktordan bizatihi kaynaklandığını düşünürse bu nasıl şirk? Öbürü de öyle şirk. Ama doktora bu özelliği veren, bu bilgiyi veren Allah, ilacı oluşturan terkibe bu özelliği veren Allah, ben ilaçtan bunu bekliyorum, bu şifayı bekliyorum diye içerse bir insan, bu şirk olmaz. Özellikle bir takım Selefi ve Vehhabi çevrelerde sıklıkla dile getirilen bir meseledir bu istigase, istiane meselesi. Rabbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə, yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb ona dua edin.